Məktəbə qədər təhsil müəssisəsinin təməli 2024-cü ilin dekabr ayında qoyulub. Müasir standartlara uyğun inşa edilən müəssisə zirzəmi ilə birlikdə 2 mərtəbədən və 3 korpusdan ibarətdir. Uşaq bağçası 80 yerlik olmaqla 0,65 hektar ərazini əhatə edir. Layihəyə əsasən tikili 6 sahə 1906 kvadrat metr, ümumi tikinti sahəsi isə 2370 kvadrat metr təşkil edir. Uşaq bağçasında əsas tikinti işləri yekunlaşıb, daxili təmir işləri isə davam etdirilir. Tikinti işlərinin 2026-cı ildə tam başa çatdırılması nəzərdə tutulur. Yeni məktəbə qədər təhsil müəssisəsinin istifadəyə verilməsi Mahruzlu kəndində yaşayan ailələrin məktəbə qədər təhsilə çıxış imkanlarını genişləndirəcək, uşaqların müasir və təhlükəsiz şəraitdə təhsil almasına mühüm töhfə verəcək. Anar Şuşalı, Məryəm Bababəyli, NTV Xəbər, Qubadlı.